Studiyamızın qonağı Azərbaycan Standartlaşdırma İnstitutunun və ya sadəcə ASTAND-ın uyğunluğun qiymətləndirilməsi və idarə etmə sistemlərinin metodologiyası şöbəsinin müdiri Gülbacı xanım Əliyevadır. Gülbacı xanım, xoş gördük sizi studiyamızda. Xoş gördük Orxan müəllim, hər vaxtınız xeyirli olsun. Və ilk öncə istəyərdik ki, standartların qəbul edilməsinin və tətbiqinin məqsədi və əhəmiyyəti haqqında danışasınız bizə. Mövzuya keçməmişdən öncə əgər icazə versək standartın nə olduğunu və standartlaşdırma fəaliyyətinin nə olduğu haqqında qısa məlumat verək. Demək, standart özü məhsul, iş, xidmətə dair təkrar istifadə olunan məhsul, iş, xidmətə dair tələbləri, tövsiyələri özündə əks etdirən normativ sənəddir və tətbiqi könüllü bir sənəddir. Standartlaşdırma isə ümumi bir fəaliyyətdir. Bu fəaliyyət özündə dediyimiz məhsullara, işə, xidmətə, prosesə dair bu normativ sənədlərin işlənib hazırlanmasını, qəbulunu və tətbiqini özündə əks etdirən bir prosesdir, bir fəaliyyət növüdür. Bu fəaliyyət, bu ümumiyyətlə standartlaşdırma iqtisadiyyatın belə deyək, dayanıqlı və səmərəli fəaliyyətini təmin edən əsas mexanizmlərdən biridir. Standartlaşdırma yenilikləri, yeni texnologiyaları tətbiq etməklə istehsalat proseslərinin avtomatlaşdırılmasını, onların optimallaşdırılmasını, resurslara qənaətlə istifadə etməni təmin edir. İstehsalçı ilə istehlakçı arasında etimadın yaranmasına şərait yaradır. Bu özü demək olar ki, iqtisadiyyatın dayanıqlı inkişafına böyük təsir göstərir və əsas amillərdən biri sayılır. Yəni bu da gətirib maliyyə xərclərinin azaldılmasına, təbii resurslardan səmərəli istifadənin təmin edilməsinə, ümumiyyətlə rəqabətə dözümlü məhsulların istehsal olunmasına, rəqabətə, yeni bazara çıxışı təmin edir. Ölkədə bütün sahələrdə olduğu kimi standartlaşdırma sahəsində də geniş miqyaslı islahatlar həyata keçirilir və bu sahədə qəbul edilən yeni normativ hüquqi aktlar, dövlət proqramları milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına şərait yaradır və bu da öz növbəsində ictimai etimadın gücləndirilməsi, idarə etmə sistemlərinin təkmilləşdirilməsi, ixrac potensialının genişləndirilməsinə gətirib çıxardır. Ümumiyyətlə, Gülbəcə xanım, bilirik ki, yerli standartlar var və beynəlxalq standart var. Ümumiyyətcə, ölkədə standartların sayı nə qədərdir və onun beynəlxalq standartlara uyğunlaşdırılması neçə faizdir? Demək, hal-hazırda Azərbaycan Respublikasının standartlaşdırma fondunda 1300-ə yaxın dövlət standartı mövcuddur. Bu müxtəlif sahələri əhatə edir. Tikinti sahəsini, qida sənayesini, idarə etmə üzrə, xidmət sahələri üzrə, yüngül sənaye, ağır sənaye, maşın qayırma, müxtəlif sahələri əhatə edir və bu standartların demək olar ki, 70%-i beynəlxalq standartlara uyğunlaşdırılmışdır. Və bu özü də bizim milli standartlaşdırma sisteminin beynəlxalq səviyyədə olduğuna belə zəmin yaradır, ona gətirib çıxardır. Son 10 ildə hansı sahələrdə standartların artım tempi daha sürətlidir və bunun səbəbləri nədir? Yəni son 10 ilə nəzər salsaq, daha çox belə deyək, daha çox qida sənayesində, əməyin təhlükəsizliyi sahəsində, daha sonra informasiya texnologiyaları sahəsində standartların belə deyək qəbul tempinin artdığını görürük. Bu da səbəb buna belə deyək ölkədə bu islahatların nəticəsidir, yeni qəbul edilmiş dövlət proqramlarının nəticəsidir. Xüsusən də qeyd etmək istəyirəm ki, yəni milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-25-ci illər üzrə bir dövlət proqramı qəbul edilmişdi və bu proqramdan irəli gələrək bir neçə işlər görüldü. O cümlədən də əsas məsələ texniki reqlamentlərin işlənib hazırlanması da Avropa Birliyinə, Avropa direktivləri əsasında texniki reqlamentlərin işlənib hazırlanması və texniki reqlamentlərin istinad standartlarının işlənib hazırlanmasıdır. Bu istinad standartları biz dedikdə texniki reqlamentinin əsas göstəricilərini özündə əks etdirən standartlardır və hal-hazırda bu işlər davam etdirilir, belə deyək, və 100-ə yaxın belə deyək istinad standartı artıq qəbul edilib.
və bu işlər hələ də davam etdirilir. Ölkədə standartlaşdırma sahəsində qlobal trendlərə uyğunlaşdırma məqsədi ilə hansı tədbirlər həyata keçirilir? Demək, qlobal trendlərə ölkədə, yəni standartlaşdırma sahəsində qlobal trendlərə uyğunlaşdırmaq üçün çox böyük işlər, mühüm addımlar atılıb. Belə də ki, bunun əsasını təşkil edir bizim beynəlxalq əməkdaşlıq. Çünki bildiyimiz kimi qabaqcıl ölkələrin inkişaf etmiş ölkələrin təcrübələri əsasında biz uyğunlaşırıq bu trendlərə, qlobal trendlərə. Xüsusən də ASTAND olaraq Azərbaycan Standartlaşdırma İnstitutu ölkənin beynəlxalq standartlaşdırma təşkilatında, elektrotexnika, beynəlxalq elektrotexnika təşkilatında, Avropa standartlaşdırma təşkilatında, bir neçə beynəlxalq regional təşkilatlarda təmsil edir Azərbaycanı Standartlaşdırma İnstitutu və o cümlədən bir neçə qabaqcıl ölkələr, Böyük Britaniyadır, Almaniya, Türkiyə, bir çox ölkələrlə memorandum imzalayıb standartların işlənməsi, onların ölkədə qəbul edilməsi məqsədi ilə. Bunlar hamısı beynəlxalq trendə uyğunlaşdırma məqsədi daşıyır. Belə də ki, Azərbaycanda beynəlxalq texniki komitələrin işində çoxlu mütəxəssislər iştirak edir. Azərbaycandan 11, belə deyək, konkret 11 mütəxəssis bizi ISO Beynəlxalq Standartlaşdırma Təşkilatında texniki komitələrində həqiqi üzv kimi, 45 nümayəndəmiz isə bizim müşahidəçi qismində iştirak edir və bu da təcrübə bölüşməsini, trendlərə uyğunlaşma və digər ölkələrin təcrübəsini bölüşməkdə bizə yəni böyük köməklik olur. Trendlərdən danışmışkən bilirik ki, artıq rəqəmsallaşma dövrüdür, süni intellekt dövrüdür. Bunların təsiri sizin sahənizə necədir? Necə göstərir? Bəli, süni intellekt, smart şəhərlər, innovativ yeniliklər, bunlar hamısı əlbəttə ki, standartlaşdırma sahəsinə də böyük təsir göstərir. Belə ki, bununla əlaqədar olaraq Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən süni intellekt, daha sonra məkan məlumatlarının paylanması üzrə bir neçə dövlət standartları işlənib hazırlanır. Bu standartlar da yenə də dediyim kimi dövlət proqramlarının icrasından irəli gəlir. Azərbaycan Respublikasının 2025-28-ci illər üzrə süni intellekt strategiyasına uyğun olaraq Azərbaycanda demək olar ki, bu günə qədər, yəni bu qısa müddət ərzində 6-7-yə yaxın dövlət standartı qəbul edilib. Bunlar süni intellektin verilənlər bazasının hazırlanması, onların sistemlərinin qurulması, digər tələbləri özündə əks etdirir. Daha sonra məkan məlumatlarının hazırlanması sahəsində, yəni onlar o məkan məlumatlarının hazırlanması üzrə dövlət standartları işlənib hazırlanır. Bunlar hamısı bizim belə deyək də süni intellekt kimi digər innovativ texnologiyalara uyğunlaşmamıza yəni gətirib çıxardır. Və dayanıqlı inkişafdan da danışaq biraz. Dayanıqlı inkişaf məqsədləri üçün qəbul edilən yeni dövlət standartları hansı sahələrə əhatə edir? Demək, bildiyimiz kimi BMT-nin 17 dayanıqlı inkişaf proqramlarına bizim institutun fəaliyyəti də demək olar ki, fəaliyyət istiqaməti də bu məqsədlərin tətbiqinə yönəlib. Yəni Azərbaycanda bu sahədə bir çox işlər görülüb. Xüsusilə də istilik effekti yaradan qazların idarə olunması, o emissiyaların azaldılması, onların ətraf mühitə təsirinin azaldılması, hesablanması, monitoringi, sosial və korporativ idarə etmə üzrə dövlət standartları işlənib hazırlanıb ASTAND tərəfindən. Xüsusilə də keçən il noyabr ayında bildiyimiz kimi COP29 nüfuzlu tədbirin keçirilməsi ilə əlaqədar olaraq biz də Azərbaycan Standartlaşdırma İnstitutu olaraq Beynəlxalq Standartlaşdırma Təşkilatı ilə böyük bir pavilyonda çıxış etdik və burada da ilk dəfə olaraq belə deyək, ISO Beynəlxalq Standartlaşdırma Təşkilatına üzv olan 166 ölkənin içində Azərbaycan ilk dəfə olaraq o standartı ölkədə Azərbaycan dilində tərcümə elədi və onun tətbiqinə artıq başlayırıq. Yəni o mərhələdə söhbət hansı standartdan gedir? Söhbət sosial ətraf mühit, sosial və korporativ prinsiplərinin müəssisələrdə tətbiqi üzrə bir çərçivədir. Yəni bu standart yeni bir standartdır. Heç bir yəni ölkədə bu təcrübə yoxdur. İlk dəfə bizdə hazırlanır.
Yəni standart özü Beynəlxalq Standartlaşdırma Təşkilatından təqdim edilib, hazırlanıb, hətta bizim Azərbaycanda təqdimatı oldu keçən il. Lakin yəni onu Azərbaycan olaraq ilk dəfə o təcrübəni biz götürmüşük və hal-hazırda onun tətbiqi ilə məşğul oluruq aidiyyatı üzrə. Bundan başqa bir çox idarəetmə sahəsində standartlar işlənib, hazırlanır. İnformasiya texnologiyalarının idarə etməyə tətbiqi, xüsusilə təhsil sahəsinə tətbiqi, bu yaxınlarda distant təhsilə dair tələblər, qeyri-formal təhsilə dair tələblər dövlət standartı qəbul edilmişdi. Korporativ idarə etmə üzrə dövlət standartları qəbul olunub. Yəni ümumiyyətlə dayanıqlı inkişafın təmin edilməsi məqsədi ilə bir çox işlər görünür. Yəni o sadalanmaqla olmur. Demək olar bizim fəaliyyətimizdir o və bununla bağlı hal-hazırda da tədbirlər görülür. Fəaliyyət demişkən, qarşıda duran məqsədlər və vəzifələr, Astanın qarşısında duran nədən ibarətdir bu haqda zəhmət olmazsa? Demək, Azərbaycan Standartlaşdırma İnstitutu qarşısında çox böyük bir, yəni hədəflər qoyub. Bundan bu belə ki, standartlaşdırma haqqında Azərbaycan Respublikasının qanunvericiliyindən irəli gələrək milli standartlaşdırma çərçivəsi hazırlanıb, ötən il təsdiq qəbul edildi və bu plana əsasən prioritet sahələr üzrə dövlət standartları işlənib hazırlanmalıdır. Hal-hazırda proqram qurulur, milli standartlaşdırma sisteminin beynəlxalq tələblər uyğunlaşdırılması üzrə bir 3 illik planımız 23-26-cı illər 24-26-cı illər üzrə dövlət proqramı təsdiq olunub, müvafiq qurumlarla razılaşdırma mərhələsindədir və bu proqram qəbul olunduqdan sonra artıq biz prioritet sahələr üzrə dövlət standartları işləyəcəyik və bu da necə dediyimiz kimi iqtisadiyyatın davamlı inkişafına təsir edən müxtəlif sahələrin ixrac potensialının gücləndirilməsinə təsir edən dövlət standartlarının işlənib hazırlanmasıdır ki, bunu da biz hədəf kimi qarşımıza qoymuşuq. Gülbacı xanım, təşəkkür edirik ətraflı cavablarınıza görə. Minnətdarıq sizə. Yenə studiyamıza görməyimizə şad olacağıq. Təşəkkür edirəm dəvətinizə görə. Uğurlar olsun sizə. Minnətdarıq.